56 yaşlı xanım xəstədə yumurtalıqdan inkişaf eləmiş bədxasiyyəli şiş prosesi var idi. Bugün biz diaqnostik laparoskopi ilə qarın boşluğunu dəyərləndirdik. Əməliyyata uyğun olduğunu gördükdən sonra birincili storeduksiya əməliyyatı məqsədi ilə laparotomiya dediyimiz açıq əməliyyata döndük. Açıq əməliyyat zamanı qarın boşluğunda bütün şiş törəmələri, şişlə zədələnmiş periton, limfa düyünləri, hətta parenximatoz orqanlardan olan dalaq belə çıxarıldı. Əməliyyat tam sitoreduksiya ilə bitdi və fəsadsız bu dəqiqə işi yekunlaşdırmışıq. Allah xəstəmizə şəfa versin. Bu bəhs etdiyimiz 56 yaşlı xanım xəstədə icra etdiyimiz əməliyyatın həcmini göstərirəm. Bura öncə baxsaq görürük ki, burada uşaqlıq, sol yumurtalıq, sağ yumurtalıqdan inkişaf eləmiş böyük şiş törəməsi. Burada uşaqlıq boyunu görürük. Bunu en blok şəkildə total xaric eləmişik. Digər tərəfdən, sağ tərəfdən apendikulyar çıxıntının şişlə zədələnməsi olduğuna görə xaric edildi. Burada gördüyünüz bu iri, böyük piylikdir. Böyük piyliyin üzərində bu şəkildə şiş törəmələri vardı. Ona görə hamısı xaric edildi. Həmçinin burada gördüyünüz diafragma üzərində, sağ tərəfdə qaraciyərin üzərində diafragma altı peritonda şiş implantı var idi. Onlar xaric edildi və dalağın qapısı, bu dalaqdır gördüyünüz, dalağın qapısında şişlə zədələnmə olduğu üçün splenektomiya dediyimiz dalağın xaric edilməsi əməliyyatı icra edildi. Ümumiyyətlə yumurtalıq xərçənginin müalicəsinin təməl daşı, fundamenti cərrahi əməliyyatdır. Belə maksimal stereoduksiya təmin edildikdə sonradan aparılan adjuvant kimyəvi müalicə ilə mikrometastazları da azaltmaq olur, residiv riskini də azaltmaq olur və xəstəyə bu cür əməliyyatın uzun vədəli ciddi faydası olacaq.